الحمد لله الذي وسع كل شيء رحمة وعلما، وأسبغ على عباده نعما ظاهرة وباطنة، يطعم من جوع ويؤمن من خوف، ويبتلي ليوقظ، ويمنه ليشكر، ويمنع ليفتقر إليه. وأشهد أن لا إله إلا الله وحده لا شريك له، شهادة عبد عرف أن الخبز بلا طمأنينة مر، وأن الأمن بلا إيمان حش، وأن الفقر والخوف إذا نزل بقوم كشف ضعفهم إلى ربهم. وأشهد أن محمدًا عبده ورسوله، دل الأمة على أبواب الخير وهذرها من أسباب البلاء، صلى الله وسلم وبارك عليه وعلى آله وصحبه ومن سار على نهجه واقتفى أثره إلى يوم الدين. أما بعد، فأوصيكم بتقوى الله، وهي وصية الله للأولين والآخرين، ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Aziz, değerli Müslümanlar, aziz kardeşler, ilk önce Allah'tan korkmağı tövsiye ederim. Bu Rabbimizin hem bize hem bizden evvelki nesillere ettiği bir tövsiyesidir. Buyurur ki kelamında, biz sizden evvelki ehli kitaba tövsiye ettiğimiz gibi size de Allah'tan korkmağı tövsiye ederiz. Ve sonra bil ki aclıq bir oddur, hansı ki bətinlərdə, qarınlarda alovlandıqda cəsədləri, bədənləri yandırır. Və qorxu bir küləkdir, qəlbləri əsdikdə ruhları sarsıldır. Və əgər qorxu ilə aclıq cəm olursa bir ümmət üçün, onun üzünü soldurar, qüvvətini zəiflədər, titrədər, dünyasını dar edər. Ona görə də Allah Taala'nın bəndələrinə verdiyi ən əzəmətli nemətlərdən biri də onların ehtiyacını ödəyəcək günlük ruzidir. Qəlblərini rahat edəcək, sakit edəcək əminamanlıqdır. Bu səbəbdən İbrahim Peyğəmbər əminamanlığı yeməkdən qabaq istəyib Rəbbindən. Sonra ruzi diliyib. وَاِذْ قَالَ İbrahim Rabbi اِجْعَلْ هَذَا بَلَدًا آمِنًا. İbrahim bir zaman deyib ki, ey Rəbbim, bu şəhəri əminaman et. وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ. Və onun əhlini meyvələrdən bəhrələndir, ruzi ver olaraq. Və gəlib Qureyş surəsində "Əl-ləzi yat'aməhum min cu'in və əmənəhum min xavf." O Allah ki, onlara aclıqdan sonra yedizdirdi, doyurdu, qorxudan sonra onlara əminamanlıq verdi. Və əbəs yerə cəm etməyib, öz kəlamında, kitabında qorxu ilə aclığı bir yerdə əbəs yerə cəm etməyib, Xəlilin duasında əminamanlığı öncə, sonra ruzini öyrətmək istəyir bizə ki, bu iki neymət həyatın əsasıdır, cəmiyyətin əsas təməlidir. Və öyrədib ki, çörək əgər əminamanlıq yoxdursa, arxayınlıq yoxdursa acıdır. Və öyrədib ki, əminamanlıq da əgər iman yoxdursa zəifdir, kövrəkdir. Ona görə dinin fəsadı, əxlaqın fəsadı, ədalətin yoxluğu səbəbdir bu iki neymətin əldən getməsinə. Misal çəkib Rəbbin. وَدَرَبَ اللّٰهُ مَثَلًا قَرْيَةً. Allah Teala bir kəndi misal çəkir. كَانَتْ əminətə mutmainnə. Əminamanlıq, rahatlıq içindeydi. يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِنْ كُلِّ مَكَانٍ. Ruzisi bol bol her yerden gelirdi.
فَكَفَرَتْ بِأَنْعُمِ اللّٰهِ Allah'ın nimetlerine nankör oldular. فَأَذَاقَهَا اللّٰهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُوا يَصْنَعُونَ Ettiği əməllərinə görə Allah Teala onlara acılıqla qorxu libası daddırdı. Acılıqla qorxu libası giydirdi. Ona görə gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmlə Həsən olaraq nəql edilir bizə əzəmətli bir hədis. Deyir ki sallallahu aleyhi və səlləm Mən asbaha minkum aminən fi sirbətihi əv fi sirbihi muafən fi cəsədihi عندها قوت يومه فكأنما حيزت له الدنيا بحذافيرها Kim öz qövmündə və ya öz yurdunda cəsədində sağlam, bədənində sağlam, salamat, günlük qidası, ruzisi olaraq əmin-amanlıq içində sabaha çıxıbsa, bil ki, bütün dünya onun üçün cəm olub bərbəzəyi ilə. Bax, Peyğəmbər sallallahu aleyhi və səlləmin heyrətamiz meyarına, ölçüsünə, demədi dünya hamısı qəsirlərdir. Əlində olan torpaq sahələridir və ya hesablardır. Çox maldır. Əksinə, üç şeydə dünyanı cəm etdi. Sanki deyir ki, dünya budur və dünya həqiqətən varsa səndə bu olmalıdır ki, deyəsən ki, dünya mənimdir. Ən birincidir ki, əmin-amanlıq, hansı ki, qəlbi sakitləşdirir, rahat edir. Sağlamlıq, hansı ki, bədəni qoruyur. Bir günlük ruzi, azüqə, hansı ki, qoruyur səni dilənməkdən, kiməsə möhtac olmaqdan, və kimə verilibsə bu, sonra qafil olaraq şükür etmədən sabahlayırsa, bilsin ki, əlində olanın qədrinə qarşı cahildir, bilmir dəyərini. Eləcə də bil ki, öyrədib bizə Rəbbimiz və vay olsun o kəsə ki, Allahın bəndələrindən nimət verdiyi kəsə etibar gözü ilə yox, ibrət gözü ilə yox, həsəd gözü ilə baxır. O həsəd ki, xəstəlikdir, gizli xəstəlik, şükrü fəsad edən, sinələrin saflığını aparan, qulu hiss etməsə də, dərk etməsə də, Rəbbinin bölgüsünə qarşı qəzəbləndirən, ona görə həsəd etməyin. Allahın əmin-amanlıq niməti verdiyi kəsə və ruzi yetildiyi kəsə xüsusən həsəd etməyin. Çünki Allah Taala'nın xəzinələri doludur. Lütfü genişdir, tükənmir. Əm yəhsidunən nəsə alə mə ətəhumullahu min fadlih. Məgər onlar Allahın öz lütfündən verdiyi kəslərə həsəd edirlər. Və mümin qardaşında bir neymət görürsə onun üçün bərəkət diləməlidir. Allahın lütfündən istəməlidir. İtiraz etməməlidir Rəbbinin hökmünə, bölgüsünə, qədərə qarşı çıxmamalıdır. Və sələflər başa düşüblər bu mənanı. Dərk ediblər əməli, təkcə sözdə yox. Niyə də başa düşməsinlər? Onlar acılığını başa düşüblər. Dərk ediblər, dadıblar. Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləm acılığı səbirlə, savabını umaraq dadıb. Eləcə də ailəsi günlər keçib, gecələr bir-birini əvəz edib, lakin Muhammedin ailəsi buğda çörəyindən doymayıb. Bəzən aclıqdan qarnına daş bağlayırdı, necə ki Xəndək döyüşündə edib bunu. Və deyir ki, Ayşə radiyallahu anh, Hilalı əvəz edirdi. Sonra o biri Hilal gəldi, yəni 3 ay keçirdi. Məhəmmədin evində ocaq qalanmırdı, od qalanmırdı və günlərlə evdə xurmadan, sudan başqa bir şey olmayıb. Və deyib sallallahu aleyhi və səlləm, xurma olmayan ev onun əhli acdır. Eləcə də əshabı, onlar da bəzən aclıqdan qarınlarına daş bağlayıb, necə ki Əbu Hurayra
Bazen azlıqdan qarnına daş bağlayırdı. Azlığın şiddetinden yıkılırdı. Ümmetin xeyirlileri, ağaları, önde gidenleri, dünya onları tox, doymuş kimi tanımayıb, dəbdəbəli həyat sürən kimi tanımayıb, lakin tanıyıb səbirlə, yəqinlə, razılıqla, ona görə də kimə Allah Teala öz lütfündən veribsə, acıları unutmamalıdır. Ona verilən niməti loğalığa çevirməməlidir. Qəflətdə olmamalıdır ehtiyac sahiblərindən. Sakit olub, soyuq olub, onlara qarşı sərt olmamalıdır. Gəlib ki, Muvattada Ömər radiyallahu anhu qıtlıq ilində deyir ki, insanlar ilk dirçəlişinə qədər yağ yeməyəcəm. Bax necə ac olanların dərdinə şərik olub. Və sonra bil ki, əgər istəyirsən ki, əmin-amanlıq qalsın, onda Allahın itayətini ayaqda tut. İstəyirsən geniş ruzi olsun, Allahın neymətlərinə şükür et. Və əgər istəyirsən cəmiyyətdə aclıq olmasın, yox olsun, aradan qalsın, haqları yerinə getir, xüsusən də kasıbların, yoxsulların haqlarını verir. Və əgər istəyirsən ki, əmin-amanlığın qorunsun, ölkəndə bəndələrin əmin-amanlığı qorunsun, Allahın hədlərini qoru, ədaləti qoru, öz nəfsindən zülmü, haqsızlığı, azğınlığı uzaq et və Peyğəmbər sallallahu aleyhi və səlləm qonşu haqda və xüsusən az olan qonşu haqda, möhtac olan haqda şiddətli xəbərdarlıq edib, elə bir xəbərdarlıq ki, yalnız daş qəbrilər duymaz. Deyib ki, leysəl mümin, əlləzi yəşbə'u və cəruhu cə'i ilə cəmbi. Yanında qonşusu ac olan, tox olan mömin ola bilməz, mömin deyil. Və deyib ki, müsəlmanın qardaşıdır, ona zülm etməz, onu köməksiz qoymaz. Kim qardaşının ehtiyacını ödəyərsə, Allah Teala onun ehtiyacını ödəyər. Ona görə tox olan acı tərk eləməməlidir. Əmin-amanlıqda olan, qorxu halında olanı sahibsiz buraxmamalıdır. Sıxıntını aradan qaldıra bilən, kənara çəkməməlidir özünü. Çünki belə etsə qəlbini sərtliyə ərz edir, cəmiyyəti parçalayır, nəfsini Allah Teala'nın sorğu sualına məruz qoyur və şəriət bizdən sadəcə eşidib, danışıb təsirlənmək istəmir. Əksinə, əməl istəyir ki, kömək edəsən. Deyir ki, sallallahu aleyhi və səlləm, ey Adəm övladı, sən öz artıq malından xərcləməyin sənin üçün xeyirdir və əgər tutub saxlasan, sıxsan, bu sənin üçün şərdir. Sənə baxılması vacib olan insanlardan başla və yuxarı əl, aşağı əldən daha xeyirlidir. Ona görə də artıq malınızdan xərcləyin Allah üçün, qəbləriniz dirilsin deyə, möhtacların ehtiyacı aradan qalxsın deyə, cəmiyyətdə birlik olsun deyə, kin, ədavət, parçalanma aradan qalxsın deyə, sınmış qəblər sevinsin deyə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dua edərdi daima, səhər, axşam, deyərdi ki, Allahumma inni əsəlükəl əfvə və ləfiyyə. Allahım səndən bağışlanma və salamatlıq, sağlamlıq istəyirəm. Fi dini və dünyaya və əhli və məli. Dinim üçün, bax birinci dinim üçün dedi. Sonra dedi dünyam üçün, sonra ailəm üçün, sonra malım üçün. Sonra dedi ki, Allahumma astur urati və əmin rəvati. Allahım, eyblərimi ört, qorxduğumdan mənə əmin-amanlıq ver. Rəbbindən əmin-amanlıq istədi. Necə ki, sağlamlıq istəyirdi. Ona görə də qorxu içərisində olan həyatın düzəni olmaz. Azlıq içərisində olan həyatın sabitliyi olmaz. Bu duanı çoxaldın, öyrədin övladlarınıza, ailənizə. Allahdan istəyin ki, vətəninizi, müsəlmanların vətənlərini əmin-amanlıq etsin, rifah etsin, ruzisini, xeyrini, bərəkətini bol etsin. Allahın neymətlərinə şükür edin, o neymətlər aradan qaldırılmamışdan əvvəl. Şükür edin,
günlük azüqeye göre o azüqe yok olmamıştan qabaq azları yedirdin. İhtiyaç sahiblərinin elinden tutun ve bilin ki nimet şükürlə qorunar. İtayətlə, ibadətlə davamiyyətdə olar. Asilik ve qəflətlə aradan yok olar. Allah'ım İslam'ı ve Müslümanları izzetli et. Arda zayıf Müslümanlar varsa onlara kömək olun. Az Müslümanları doydur. Onları korkularını emin-amanlığa çevir. Eyiblərini ört. Allah'ım onları fitnelerden, zəlzələlərdən, müsibət ve bəlalardan qorur. Allah'ım bize şükür etmeyi müvəffəq et. Bize güzel ibadet etmeyi, bendelerinin haklarını vermeyini müvəffəq et bizi ona. Allah'ım ülkemizi, diğer Müslüman ülkelerini xətadan, beladan qoru. Ülkemizi, diğer Müslüman ülkelerini firavanlıq et, emin-amanlıq, təhlükəsizlik et. Allah'ım ülke başlığımızı qoru. Onu müvəffəq et. Allah'ın sevdiği, razı qaldığı her bir işe, onu xeyirli işlere, təqvalı işlere yönelt. Allah'ım onu sözünde, əməlində sabit et, doğruya yönelt. Ona verdiğin bu məsuliyyətdə ona dəstək ol, kömək ol onunla, ölkəni, bəndələri islah et. Allah'ım onu xeyrin asarları et, şərin qaplarını bağlayanlardan et. Senin dininin, kəlmənin yüksəlməsinə kömək edənlərdən et. Ədaləti bərpa et, zulmü aradan qaldır, onu rəiyyəti üçün rəhmət et, səbəb et ölkənin əmin-amanlığına, bəndələrin islahına, ətrafında ona xeyirdə dəstək olan, ona nəsihət edən, ona kömək edən, unutduqda xatırladan insanları cəm et. Şər, məkirli xain insanları onun ətrafından uzaq et. Bizi eşidib faydalardan et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril muslimin min kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafur rahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyyə vəl-mursəlin Nəbiyyə Muhammedin və alə alihi və sahbihi və səlləm təslimən kəthira. İbadallah, innallaha ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel baghi. Ya'idukum la'allakum tezekkerun ve aqimus salat.